İqtisadçı ekspert Eyyub Kərimli ilə studiyamızda söhbət aparacağıq. Xoş gəlmisiniz studiyamıza. Elə gəlin ilk ondan başlayaq ki, gələn ildən elə qeyd elədik, fərdi sahibkarlar üçün sosial sığorta haqqı yeni qaydalarla hesablanacaq. Bu məsələdə yeniliklər ümumiyyətlə nədən ibarətdir? Təşəkkür edirəm. Ümumiyyətlə, cari il və bundan əvvəlki illərdə sosial ödənişlər tikinti sahəsində fəaliyyət göstərən sahibkarlar üçün minimum əmək haqqının 50%, yəni bilirsiniz ki, indi minimum əmək haqqı 400 manatdır, yəni 200 manata qədər və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün minimum əmək haqqının 25% təşkil edirdi ki, bu da bəzi hallarda, belə deyək də, sahibkarlara vahid yanaşma tətbiq edilirdi və bu da bəzi hallarda az gəliri olan sahibkarların digər çox gəliri olan sahibkarların bərabər sosial ödənişlərin həyata keçirilməsinə səbəb olurdu ki, bu da haqlı bəzən narazılıqlar doğururdu. Hazırki dəyişikliklər gəlirlərdən hesablanacaq və ya gəlirlərə nisbətən hesablanacaq. Bu da gəlirlərin xərclər çıxılma hissəsi də aid olmamaqla 2% təşkil edir. Yəni, bu gün 5000 manat gəliri olan sahibkar 100 manat belə də sosial ödəniş edəcəkdir. 2000 manat gəliri olan sahibkar, fərdi sahibkar isə 60 manat sosial ödəniş ödənməli olacaqdır. Burada qanunvericilikdə dəyişikliklərə əsasən burada sosial ödənişlər minimum əmək haqqıdan 15% aşağı olmamaqla minimum həddir. Yəni, hətta 1000 manat belə deyək, gəliri olan sahibkar da 60 manat ödəyəcəkdir və minimum əmək haqqının 100% mislindən çox olmamaq şərti ilə maksimal hədd tərtib olunubdur ki, yəni bu cür deyək, 25 min manat gəliri olan sahibkar əslində 2% tətbiqlə 500 manat ödəməlidir, amma 400 manatdan çox sosial ödəniş həyata keçirməyəcək. Belə başa düşdüyümüz sahibkarların gəlirinə kifayət qədər təsir göstərəcək. Diversifikasiya olunubdur əslində və sahibkarlar belə deyək, ödənişləri daha çox gəlirləri əsasında hesablayacaqdır. Hazırki vəziyyətdə qeyd edildik ki, 25%, yəni gəlirlərindən asılı olmayaraq sahibkarlar bugün vahid rəqəm üzərindən 100 manat, 90 manat, 87 manat sosial ödənişlər həyata keçirirlər. Bu da əlbəttə ki, mikro, kiçik və orta sahibkarlar arasında müəyyən tarazlığın pozulmasına səbəb olurdu. Çünki gəliri 10.000 manat olan sahibkar da 87 manat, 90 manat ödürdü. Gəliri 1000 manat olan sahibkar da həmin məbləği ödürdü. Bu da sözsüz ki, hesab edir, düzgün yanaşma deyildi. Bəs hansısa bir güzəştlər və yaxud da endirimlər nəzərdə tutulub mu? Qeyd etdiyimiz kimi, yalnız inşaat sahəsində fəaliyyət göstərən sahibkarlardan digərləri qeyd etdiyimiz kimi minimum. Burada əvvəl güzəştlər nəzərdə tutuldu. İndi yalnız daha çox belə deyək, vahid tarif hesabı, 2% hesabına hesablanacaqdır. Burada bir yanaşmanı mən qeyd edim. Daha çox qazananlar üçün müəyyən az ödəmələr nəzərdə tutulub. Tutaq ki, maksimum ödəniş, əgər sosial ödəniş 400 manatsa, bu da 20.000 manatdan belədir. Amma 20.000 manatdan çox olan, gəliri çox olan sahibkar da yenə 400 manat ödür. Tutaq ki, insan 30.000 gəliri var sahibkarın, belə deyək də, aylıq. Bu 2%-dən 600 manat edir, lakin o da 400 manat vəsait ödəyəcəkdir. Burada bir müqəddimə də çıxmaq istəyirəm. Əslində, bunun hesablanmasında müəyyən hesab edirəm ki, daha dəqiq mexanizmlə tətbiq edilməsinə ehtiyac var. Burada bir qeyd var, sahibkarların gəlirindən. Sahibkarın gəliri necə müəyyənləşəcək? Bununla bağlı hələ ki, dəqiq, belə deyək də, ortağı mexanizmlərin təqdim edilməyibdir. Sahibkarın gəliri hansı formadadır? Burada yəqin ki, bir yanaşma var verici orqanlarına təqdim etdiyi bəyənmələrlə. Amma əsasən verici orqanlarına təqdim olunan bəyənmələr sadələşmiş verici ödəyicilər tərəfindən daha çox dövriyyənin belə deyək də bəyənməsi təqdim olunur. Amma onun gəliri orada nə qədərdir? Əlavə dəyər vergi ödəyicisi də var. Qanunvericilikdə qeyd olunub ki, xərclər çıxılmadan
Xərclər çıxılmır. Xərclər çıxılmadan belə çıxır ki, o artıq dövriyyədən həmin faizlər ödənilə bilər. Bu Yəni ilkin ehtimala görə dövriyyə görsənir. Bəli, amma qanunvericinin tərəfindən gəlirindən qeyd olunubdur. Bu mexanizmlərin yenidən işlənməsinə yəqin ki, ehtiyac olacaqdır. Doğrudur. Bəs yeni qayda pensiya və sosial təminatlara hansısa bir formada təsir göstərə bilərmi? Əlbəttə ki, yəni stabil bir ödəniş sanki mən görürəm. Hesab edirəm ki, bu nəyə səbəb olacaqdır? İlk öncə insanların yığım kapitalının artmasına, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların gələcək yönümlülüyü kapital yığımının, sosial pensiya kapitalının artmasına səbəb olacaq. Qeyd etdiyim kimi, bu gün əgər hansısa sahibkar daha çox vəsait qazanırsa və sabit ödəniş əvvəllər həyata keçirirsə, bunun yığım kapitalı əlbəttə ki, aşağı düşürdü. İndi daha çox ödəyəcək və gələcəkdə daha çox pensiya almağına da təsir göstərəcək dövlət sosial müdafiə və fondun gəlirlərinin İnsanların sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəsin gələcək pensiyasını daha yüksək almasına müsbət təsirlər olacaqdır. Bəs bu ödənişlər əgər düzgün həyata keçirilməsə, bu zaman hansı məsuliyyətlər tətbiq oluna bilər? Əlbəttə ki, ödənişlər həyata keçirilməsə, bunun üçün bir sıra bizim inzibati belə deyək də cəza növləri var, mexanizmləri var. Bunlardan həm sanksiyaların, maliyyə sanksiyalarının tətbiq edilməsi. Yəni borc şəklində yığılacaq onlar? Əlbəttə, maliyyə hesablara belə deyək də sanksiyaların tətbiq məhdudiyyətlərini tətbiq digər tərəfdən sosial ödənişlərin həyata keçirməyə müxtəlif gecikdirməyə görə hətta müxtəlif penyalar nəzərdə tutulubdur ki, bu da inzibati tənbihlərin bir növüdür. Müəllim, sahibkarlardan danışdıq, indi məsafədən iş rejimindən tətbiqindən təbii ki, bu da gözlənilir. İstərdi bundan danışaq. Bu sahibkarlara və işə götürənlər üçün hansı üstünlüklər gətirəcək? Təbii ki, bu məsafədən işləmə mexanizmi Azərbaycanda hardasa var, hardasa da yoxdur, bilmirəm nə dərəcədə, siz daha yaxşı bilərsiniz. Bilirsiniz, ümumiyyətlə sahibkarlar buna həmişə üstünlük verirlərmi? Uzun müddətdir bu müzakirə olunan bir məsələdir. Bu həm iqtisadi aktivliyi ilə bağlı, digər tərəfdən tıxacların aradan qaldırılmasına müsbət təsir edən bir məsələdir. Çünki biz məntiqi cəhətdən də yanaşsaq bu məsələyə və digər belə də istiqamətdən baxışlarımızı fokuslasaq, hər bir işçinin gündəlik ofisə gəlməyə, özəl qurumda, dövlət qurumunda məncə çox da ehtiyac yoxdur. Bəzi işlər var ki, bilirsiniz, artıq biz rəqəmsal iqtisadiyyata keçidlə bu gün də hörmətli cənab prezidentimiz də bundan bağlı müəyyən strategiya, proqramlar imzaladı və rəqəmsal iqtisadiyyat artıq keçid dövründəyik biz. Bu nə deməkdir? Tutaq ki, bugün əgər hansısa onlayn rejimdə işlər həyata keçirilirsə, hesab edirəm ki, bu həmin insanların ofisə gəlməsinə bir o qədər, ya gündə gəlməsinə bir o qədər ehtiyac yox. Tutaq ki, maliyyə sektorunda çalışan insanlar çox asanlıqla məsafədən maliyyə hesabatlarını idarə edirlər və ya hər hansı bir kərgüzarlıq belə də şöbəsi. Hazırda bütün həm dövlət qurumlarında, həm özəl sektorda bütün yazışmalar birisi elektron sistemlər üzərindən həyata keçirilir. Vizalar sistemi, asan imzalar sistemi tətbiq olunubdur və həmin əməkdaşların bugün işə, ofisə yaxınlaşmalarına bir o qədər ehtiyac yoxdur. Əlbəttə ki, burada həm işə götürən tərəfdən biz yanaşa bilərik, həm də işçinin tərəfindən. Əlbəttə, işçilər üçün müəyyən büdcələrinə qənaətdir. Çünki yol pulu, nahar pulu, bilməm, geyim pulu əsasən xanımlarımıza barədir ki, geyim vəsaitləri bunlardan əlbəttə belə deyək də qənaət etmiş olurlar. Bu digər tərəfdən də müəyyən belə deyək də əmək münasibətlərinin tənzimlənməsi üçün yeni yanaşma da tələb eləyəcək. Bugün bunları nəzərə alaraq həmin əməkdaşlarla məvacibin də müzakirəsi belə deyək də yeni müstəviyə və mexanizm tətbiq olunur. Elə yeni müstəviyyədən danışmışkən. Belə deyək də, kimsə iş yerinə daha uzaqda yaşayırdı, belə də əmək haqqı ona sərf eləmirdi, nəqliyyat xərcləri filan. Hazırda belə deyək də, həmin əmək haqqı ilə həmin insan məsafədən çalışa bilər. Bu bir yanaşmadır və müəyyən məşğulluğu təsirləri baxımından müsbət həllərdən biridir. Digər tərəfdən əlbəttə ki, qeyd etdim ki, bu həm də ümumi bizim ətraf mühitin də təsirlənəcək. Burada nəqliyyatdan istifadə edənlərin nəqliyyatın yüklənməsi və belə deyək də, qrafikli iş rejimi də hesab edirəm ki, tıxacların azalmasına da çox müsbət təsir edəcək. Tıxacların da azalması ümumi iqtisadi belə deyək də, problemlərin həll olunmasında çox müstəsna olur. Bəs bu işə götürən ümumiyyətlə, bu məsafədən işləyən əməkdaşlara hansı şəraiti təmin eləməlidir? Bilirsiniz, onun əsas öhdəlikləri nədən ibarət? Burada da müxtəlif mexanizmlər
mexanizmlər yəqin ki, gələcəkdə Yəni işlənməsinə. xarici təcrübədə bu necədir? Bəli, işlənmə müxtəlif mexanizmlərin tətbiqinə geniş ehtiyacı olacaqdır. Çünki bu yeni bizdə istiqamətdir. Qeyd etdiyim kimi, ümumiyyətlə kateqoriya yəqin ki, müəyyənləşəcək. Kimlər məsafədən işləyə bilər? Sözsüz ki, sürücü kateqoriyası, xidmət edici heyət, texniki heyət məsafədən fəaliyyət göstərə bilməz. Bəli, bəzi hallarda bunlar operativ belə deyək də müdaxilə, operativ iş rejimində tədbir. Sözsüz ki, bunların qeyd etdiyiniz kimi əmək mühafizəsi işə götürənin bilavasitə öhdəliyindədir. Lakin belə götürək, maliyyə məsələsinə sırf kompüterin qarşısında oturub işləyən adamla əmək mühafizəsi mexanizmləri yəqin ki, fərqlənməlidir. Yəni, insan hansı masada əyləşib, maksimum orada onlayn rejimdə daima iş başında olması, digər tərəfdən müəyyən avadanlıqların belə də işə götürən tərəfindən təmin edilməsi, burada tutaq ki, ofis avadanlığıdır, kompüterdir və ya digər tələb olunur, digər iş şəraitinin formalaşması. Amma işlə mühafizə, yəni insan evində oturubsa, hər hansı formada bir xəsarət alıbsa, bu mexanizmlər belə deyək də işlənilməlidir. Bunun məsuliyyətini işə götürən daşıyır, yoxsa? Qeyd etdiyim ki, bu mexanizmlər işlənilməlidir. Yəni, insan evində, bəli, işin yükün ağırlığından belə deyək də, bu stresə düşübsə, ürəyə gedibsə, yəqin ki, bunu işə götürənə bir aidiyyatı var. Amma sadəcə evində bir qaz partlayışı oldu məsəl üçün. Əlbəttə ki, bu sözsüz işə götürənin artıq öhdəliyini yaratmır. Sözsüz bunlar sığorta, belə deyək də, mexanizmlərdə həll olunacaqdır və bunlar yenə də müəyyən yeni mexanizmə tətbiq edilməsinə, beynəlxalq təcrübənin də buna tətbiq edilməsinə imkanlar yaradılır və araşdırma lazımdır. Sizə bir münasibətinizi öyrənmək. Siz necə düşünürsünüz? Məsafədən işləmə məsələsi düzdür, yaxşıdır hardasa, nəqliyyat xərcləri, iqtisadi tərəflərini siz danışdınız. Korporativ sosial məsuliyyət baxımından bir qədər onu biraz kölgədə salır. Çünki işçilərin sosiallaşması, digər xeyir-şər işlərini biz cəmiyyət olaraq fərqli bir cəmiyyətdə yaşayırıq. Yəni, bu məsələlər bir növ qıraqda qalır. Cəmiyyət olaraq hazır. Gəlin buna bu cür sosiallaşma məsələsini tək iş prizmasından baxmaq. Bu cür ümumiyyətlə biz cəmiyyət olaraq nə qədər sosiallaşmışıq? Bu cür insanlar bir yerdə nə qədər zaman keçirirlər? Bu cür sosial şəbəkələr bizim nə qədər zamanımızı alır, nə qədər fərdiləşdirir? Bu cür o məsələlər... Bu məsələ bir qədər də məhdudlaşdıracaq. Bu məsələlər kontekstində əlbəttə ki, bu fərdi yanaşma tələb eləyir və bunlar o kollektiv ruhun, belə deyək də, korporativ ruhun... Yəni, bunu məsafədən də eləmək olar. Əlbəttə, bu məsafədən də eləmək olar, işdən sonradır. Burada həmçinin Həmkarlar İttifaqının da rolu yəqin ki, artırılmalıdır. Digər tərəfdən sosial məsuliyyətlərin də belə deyək də qaydaları müzakirə oluna bilər. Kollektiv müqavilələr əsasında əlbəttə ki, belə müzakirə oluna bilər. Və bu əlbəttə həm də hər insanın fərdi xüsusiyyətlərindən də çox asılıdır. Təbii ki. Təşəkkür edirik Eyüp müəllim. Heç kimə deyə bilmərik ki, yəni kollektivdən daha tədbirən işləşə yəni sosiallaşmaq istəyən insan onsuz da. Sosiallaşacaq. Aydın. Təşəkkür edirik Eyüp müəllim, studiyamıza gəlib suallarımızı cavablandırdınız.